Əziz bacım Məleykə xanım, bugünkü günün mübarək olsun, gözlərin aydın olsun. Bizim Allah Teala bugünkü gündə bu gözəl Xançalın mədədən şad olsun. O elə bir insan idi ki, Rəbbim onun torpaq-sanı evlatlarına ümidin bəxş eləsin. Şəhanədə doğrudan da Mədəd dayının qanı axır. O çox belə cəsarətli, cömert, qoçaq, ağıllı bir xanım qızdır. Və mən deyirəm ki, Allah Teala elə bir ailə qursun ki, bu ailənin təməli sağ sevgi ilə yorulsun, bilur məhəbbətlə yorulsun, 100 yaşasınlar. Bu nə toydur, nə bisattır şəhanə. Səni alan yarıyıbdı bəxtindən. Durun, tamaşaya ay illər gəlin. Bir gözəl enibdi göylər taxtından. Doğulub dünyanın təzə leylisi, ona layiq olan Məcnunu budur. Elimin, günümün gözəl balası. Sevdiyin də sənə layiqli yardır. Cəvahirdən şəhanəyə bir nəğmə. Yaryan olasan bəxtindən qızım, abad olsun evin, qurulsun xanən, heç vaxt dinməyəsən taxtından qızım. Heç vaxt dinməyəsən taxtından qızım. Bəli, Rəbbim şəhanəni o qoçaq, mərd, şərəfli, namuslu, qeyrətli bir ananın balası kimi alqışlayırıq. Polkovnik Ramiz Musayev, Şəmayət xanım, onu Gülabatın maması və Bakıdan bütün qohumlar ona öz təbriklərimizi göndəririk. Və mən deyirəm ki, əziz Məleykə bacım, gözlərin aydın olsun. Səni biz çox istəyirik. O qədər doğmasan, o qədər əziz. Sənin tək istəkli bir olanım yox. Ay hissi, duyğusu hamıdan təmiz. Sənə məhəbbətim hər istəkdən çox. Sənə sədaqətim ölçü qədərsiz, dünya bir sevgidən nədən xəbərsiz. Duyanlar önündə qaldılar səssiz. Sənin tək istəkli bir olanım yox. Çəkilsin önündən daşlar, təpələr ayana.
başına altın səpələr. Daha bu dünyaya sən tək kim gələr? Kim gələr ki, olsun gözü böylə tox. Cəvahir qurbandır gül camalına, dilindən süzülən sözün balına, incə gülüşünə, xoş rəftarına. Ya Rəbbim, ya Rəsulallahım, sən bizə anaları görmə çox. Ana məhəbbətim hər istəkdən çox. Ana sədaqətim hər istəkdən çox. Bəli, əziz Məlikə bacım, gözlərim bir də aydın olsun. Tanrıdan bir arzum var, Şəhanə qızım qədəmlərinlə ər evinə ruzu, bərəkət, xoşbəxtlik, səmimiyyət, mehribançılıq aparsın. 7 oğul bir qız anası olsun. Boyumuz boylansın, soyumuz soylansın. İgidlərimiz, ərənlərimiz var olsun. Səmamız aydın olsun. Tanrı Türkə yar olsun. Məlikə xanım, bugünkü günün mübarək olsun. Qazanlarımız qaynar olsun. Sularımız axar olsun. Ocaqlarımız yanar olsun. Bugün Şəhanə xanımda, bu məclisə gələnlər də hər kəs evlərinə ruzu, bərəkət, xoşbəxtlik aparsın. Şəhanə xanım da ər evinə xoşbəxtlik aparsın. Amin, amin, ya Rəbbəl amin.